Avropa və Amerikada da eyni proseslərdir. Yəni ən istedadlı futbolçu türklərə baxın, Türkiyə millisində falan da. Almaniyadan falandan çıxıb Hollandiya Almaniya. Türk ölkəsinin hansı bir güclü futbolçu yetişdirməyib. Türklər olub güclü futbolçu, amma bunlar da Avropada yetişibdir. Hansı sahəyə baxın, böyük alimlər, böyük filosoflar, yazıçılar, türklərin əsas məşhurlaşma yeri ya Avropadır, ya İrandır, ya Amerikadır, qərb ölkələri ya da İrandır. Və nə oldu ki, qardaş, türklərin ana vətəni deyirsiniz, yəni bu Mərkəzi Asiyadır, güya Türkiyədir, Azərbaycandır. Türklər burada bir şey eləyə bilmir. Amma gedir başqa ölkələrdə düşmən dediyimiz qərbdir, İranda burada uğurlu olurlar. Prezident olurlar, idmançı olurlar, biznesmen olurlar. Bu prosesdə baş verir. Bu bir daha deyirəm, yəni başlıqda bildirdiyim kimi Türkün türkdən başqa düşməni yoxdur. Türkün özündən başqa düşməni yoxdur. Türkün özündən başqa özünə ziyan verəni yoxdur, özünü zibilə salanı yoxdur, özünə diktator seçəni yoxdur. Bu xasiyyət türklərə sırınıbdır və məncə türklər bunu dəyişməlidir. Yəni özləri xoşbəxt olmaq istəyirlərsə, bu məsələlərdən bir qədər dərs çıxartmalıdırlar.